Neçə gündür deyirəm ki, bəs qapıya qırmızı vurulmayıb, alınıb sən demə. Toydan sonra görürəm mən də. İlə Banu, bir də Banu var. İlə Banu. Gül qapıdan yumurta tapıb, üstünə baxın bir damcı. Tam görünür. O iç-içə girdi. İçərisində bir dənə sarısı görünür, ağı yoxdur. Heyif olub, deyəsən uça-uça tulluyublar. Çünki həyatın ortasından tapıldı. Bax, balacadır. Bunun içərisindən o quş necə çıxır, necə əmələ gəlir, möcüzədir doğrudan da. Gəlinlərdən yoxdur, özünün xəbəri yoxdur. Bütün evləri təmizləyib. Toyun səhərsidir, uşaqlar yenə töküb. Sağ olsun gəlinlər. Burada nə səs gəlir, görün. Pis qızlar. Bu boyda uşaq var, intihasda işdə oynayan yoxdur. Hamısı telefondadır. Siz gəlin də burada qulluqdadır. Bunun əziyyətinin də qarşılığını verə bilmərik. On 15 dəqiqə işləyib 12-yə. Nə? 1'ə, estağfurullah, 1'ə. Bu boşdur, inanmazsınız, bu boşdur. Uzartma. Qoy soruşam. Bahaydı değil mi? Yani elə belə firma deyil. Kim zəhərlənibdir? Hə, canı götürməməyə başlayır. Bir uğur yiyib ki. Prakatın qabları qalıb. Nə qədər çörək qalıb. Arayət müəllim iş başında. Yoldaşımın işinə görə, həm də ki, uşaqların biri 11-ci, biri 9 olduğuna görə müəllim yanına gedirlər, qala bilmirlər hazırlıqdan, həm də işə görə məcbur. Toyun səhərsi hardasa saat 4-də çıxdıq rayondan, gedirik evimizə. Qızlar, bu gözəllikləri sizlərə çəkib paylaşmaq istədim. Bilmirəm, tək məndən belədir, hamıdan belədir. Buludlara baxanda niyəsə mənim içimdə xoşbəxtlik artır. Belə buludlara baxanda ürəyim açılır. Ona görə sizlərə də çəkib paylaşmaq istədim bu gözəlliyi. Yeni bir gündən salam. Biz nəhayət ki gəldik, çıxdıq evə. Gecə-gec saatda gəldik. Ona görə səsimin də qüsuruna baxmayın. Səsim hələ özünə gəlməyibdi. Yenə boş gəlmədik. Sağ olsunlar. Yenə mama bizi boş göndərmədi. Yumurta qoydu belə, çoxunu qonşu qoymuşdu, üstündə mama düzəltdi. Sonra toy turşusundan bir vedrə gətirdim. Burada mənim geyimlərimdir. Burada inci gəldi, imkan vermədi. Toyun kompot deyirəm, limonatlarından qoydular. Salfetkalar artıq qalmışdı. Yoldaşımın dayısı gəlini belə bankalar qoydu. Deməli belə olur da. Qaynanəmin atası evindən qoydular. Soruşdu ki, məndən qoyumu. İnci bunu çox xoşlamışdı. Elə bil ki, biberi, badımcanı 4 yerə bölüb elə bişiribdi. Pomidor da var. Dedim ki, qoysan yaxşı olar. İnci xoşlanmışdı. İnci hazırlığa gedib gələndə elə vaxt olur. Məsəl üçün bozartıma zat bişirəndə bəyənmir. Bozartıma da küftədir. Bunları yemək istəmir. Səhərdən də çay qoymuşam. İndi qaynadı. Gərək bunların üstündə təmizləyim. Mən gedən kimi hamısı çirklənibdi. 4 gün idi də, yox idim mən.
təbii olaraq. Bilirsiniz də, ciyər axşamına gələnlər əli boş gəlmirlər. Mama dedi ki, konfetlərdən götür, hansından istəyirsən. Baxdım, hansı çayla gedə bilər, hansı yaxşı olar. Götürdüm. İnansız içi bu qədər də bu dolmadı. Mama dolma qoyub, toyun dolmasından. İçi bu qədər də mama gildə qaldı. Çox idi. Bu evdəkidir. Bunları yerləşdirim. Biraz əl gəzdirim. Üstünüzə canınıza sağlıq. Dediyim kimi çox gec gəldik, çatdıq. Gec çıxdıq Qazaxdan. Onu da görə də gec gəldik. Başım ağrıyır. Səsim özümə gəlməyib. Ən sevdiyim konfet. Teoriya. Belə baxdım, uşaqlar hansını yeyə bilər. Məsəl üçün bunu yeyirlər. Bunu yeyirlər. Bu bilmirəm necədir. Bu da vaflidir. Yəqin ki, bunu da yeyirlər. Elə götürdüm ki, hə, bunlar bizdə gedər. Bunlar biraz ağırdır. Çox yəqin ki, bunlar yaxşı getməz. Məsəl üçün, belə şeyləri yemirlər. Boşaltdım bunu, içərisini gətirdim, yedim. Dedim, bir dəfəlik təmizləyim, elə qoyum. Toyun digər yeməklərindən də var idi. Onlar da qoydum soyuducuya. Buralarda nə gündədir, fikir verməyin qızlar. Dediyim kimi 4-ün yarısı gəlib, 4-ə işləmiş daha doğrusu. Gəlib çatdığımıza görə, indi də saat hələ 8-dir. Hələ heç nə eləməmişim. Bunu qoyum soyuducuya. Gətirim buraları yerləşdirim. Bunu da bir dənə qazana boşaldım. Toyun dolmasındandır. Power artıq hesablayıb hər şeydən nə qədər qaldı. Amma mənə də qoydu. Oradakı yaxın qohumlara da deyirdi qoyacağım. Çox qaldı mənim. Bu çuğundurdu. 3 dənə baxıram çuğundur qoyubdu. Bu da təmiz turpdandı. Təmiz idi. Dedim bu ataram. Biraz su yürümeye qalır onda. Salafanda qoyanda bir gün yeyirlər. Belə. Gecə saat 4-də işləmiş. Gəldik çıxmışıq. Heç bir şey eləməmişəm. Axşamdır. Desəz ki, nəyə görə? Gələndən dişim ağrıyır. Gəldik, yatdıq. Səhərə yaxın idi onsuz. Sonra da ki qalxandan sonra baxıram, dişim ağrıyır. Çox dəhşətli dərəcədə damağım şişibdir. Dişim ağrıyır. Heç nəyi yerləşdirməmişəm. Paltarım da orada kənarda durur. Ayaqqabılarım buradadır. Toyun yarısını bu ayaqqabını geyindim. Yarıdan çoxunda çıxartdım, alçaq almışdım. Ne günlər ayaqqabı. Elə də pis dururdu ayağımda. Neyniyim də dözə bilmədim. Məcbur çıxartdım, o ayaqqabı ilə gəzdim. Şəkillərdə də tərs kimi o ayaqqabı iləyəm. Çox pis görünür ayağımda ayaqqabı. Daha doğrusu necə pis görünür, donla yaraşmayıb da. Bunları da yerləşdirim yerinə. Bunları da yığdım, apardım. Bilsəm ancaq gündəlik makyaj üçün aparardım. Dişim ağrıyır deyə düzəməli danışa da bilmirəm. Heç düzəməli istifadə eləmədim. Əslində bir dənə tuş, bir ten. Mənə bir də ki pudra bəs eləyərdi. Bunu da apardım. İnansız heç ağzını da açmamışam. Amma ki bilmədim. Yığıb hamısını götürmüşəm. Sonra da getdik orada qərar verdim ki indi də mən də salona gedim. Ona görə bunlar mənə artıq yük oldular. Dediyim kimi bir dənə nəmləndirici istifadə elədim. Bir ətirlərdən istifadə elədim. Dırnaq almışdım. İnansız dırnağı da heç çatdırıb qoya bilmədim. Mən salondan gələndə saat 1-in yarısı idi. Toy 2-də başlayırdı. Gəldim ki mama da heç nə eləməyib. Daha doğrusu mama heç bir makyaj da eləmir onsuz. Amma belə də dedim dırnaq mı qoyum, mama makyaj edeyim. Dedim dırnaqsız heç kim məni toydan qoyulamaz, necə deyərlər. Elə yaxşısı budur, mamanın saçına başına biraz çəki düzən vereyim. Yazıq toyda o yan bu yana qaçmaqdan bir tərli olmuşdu. Biraz onu
Şeylədim, üzünə qələm tananı çəkdim. Aldığım dırnaq da bu idi. Sizə göstərmişdim mi bilmirəm. Belə parıldayan, yaxşı görünmür. Belə bir şey idi də, nəysə. Onları elədim. Dırnaqlar da olduğu kimi qaldı. Amma yaxşı ki qoymamışam. Qızlar hamısı məndən kömək istəyirdi. Biri deyir, saçımı yığ, dırnaqlarla yığa bilmirəm. O birisi deyir, ayaqqabımı çıxart. Sonra belə nə bilim, hamının dırnağı var idi. Bir dənə sərbəst mən idim. Deyirəm ki, mən dırnağı çatdırıb qoya bilmədim. Elya deyir ki, nə yaxşı olubdu. Deyirəm, ayız, nəyə yaxşı olub? Deyir, biz əziyyət çəkirik, nəyini qoysan ki. Belə də ki, düz deyildi. Adicə saçlarını da belə qəşəng yığa bilmirdilər. Dırnaq imkan vermirdi. Bunları yerləşdirim. Yemək dərdim yoxdur. Amma yeməklərin hamısından qoyub toy yeməklərindən. Toyda bolluq genlik oldu. Hər şey çox idi, bolluq idi deyə hər şeydən də qaldı. Artıqlamasından qaldı. İnansız 2 dənə belə yekələyən tək aş qalmışdı. Bunu ya da payladılar ki, xarab olmasın. Düzü gərək mən tam elə görmədim. Toyun səhərsi biz çıxıb gəldik. Yoldaşımın işinə görə məcbur gəlməli olduq. Həm də ki, uşaqların hazırlıqları var da. Onlara görə gəlməli olduq. Çox evə qalab. Könül istərdi 1-2-3 gün toydan sonra qalım. Amma ki, alınmadı. Yəni, işə görə həmin işi gücü var. Buna görə alınmadı. Belə, bunları da qoydum, yerləşdirdim. Hələ çantam da necə aparmışam, eləcə durur. Burada cağı boşaltmamışam. Hamısı buradadır. Qızlar, sizə də paltarda olan şəklimiz adımı o birisi videoda, hələ o birisi videonu yayımlamamışam, amma çox yəqin ki, orada görmüş olacaqsınız da, ona görə göstərmirəm. Belə, dediyim kimi, yemək dərdim də yoxdur, çünki toyun yeməklərindən var. Şimdi üstünüzə, canınıza sağlıq. Elə pis ağrıyır, elə belə sinir pozucu, belə, elə bil eşirlər damağımı. Nəynənsə, başıma da vurur ağrısı. Belə. Gedim o pis tərəfə. Üzə dediyim kimi, axşamdır. İçər qarışır, uşaqlar da hazırlıqdadır. Yedim yavaş-yavaş yemək zat hazırlayayım. Onlar gələnə kimi. Qızlar, bir dənə tortum var. Baxın, bir adca ortası çökübdür. Çox yəqin ki, unu az olub. O da niyə unu az olur? Onu da deyim, yumurtanın böyüklüyü böyük olur. Biz çalışırıq həmişə. Yumurtanı böyük seçək ki, elə bir qayda var da, yumurta böyük olmalıdır tort üçün. O da nə qədər böyük seçirik, o qədər unu az olur. Əslində, yəqin ki, görmüsünüz, xaricilərdə yumurtanı da ölçü ilə vururlar. Məsəl üçün, bu qədər yumurtaya bu qədər pesok deyirlər. Amma biz sayla vururuq. Fikir verin, biraz çöküb ortası. Bu da yumurtanın böyüyüydü ona görə. Maşallah olsun, indiki yumurtalar da ki böyükdür. Bizdə də burada mağazada biraz baha olur yumurta. 20 qəpik olur standart həmişə. Amma ki 20 qəpik olsa da həmişə böyük yumurtalar olur. Ölçüsü böyük olur. 7 yumurtanın biskvitini çaldım. Kakaolu biskvitdir. Bunda necə olur? Kakao tökürüksə onun əvəzinə un götürürük. Belə qoydum. 2 dənə çəmbərdə 22 santimetrlik. İndi çıxartdım bunu. Bir 40 dəqiqə pişirdim. Hazırdır. Pişib buradan da yoxladım çöplə. Üstündən ki görün pişibdimi? Pişibdi. Qoyum soysun. Bu sifariş bugün gəldi. Elə axşama dedi xanım lazımdır. Dedim çatdıraram inşallah. Hello Kitty tortdu. Gedib üzərinə şəkildə çıxartdırmalıyam. İnşallah brəndi birlikdə hazırlayarıq. Brəndi deyəndə çox xanım başa düşmür ki, brəndi nədir. Birlikdə hazırlayarıq inşallah. Burada da rayondan gətirdiyimiz, daha doğrusu yola götürdüyümüz sular var. Heyfim gəlir atmağa. Qoymuşam ki, belə su istədikcə özüm içərəm. Çünki buranın suyu heç nədir də bilirsiniz, xlor dadıyır. Qoymuşam belə, uşaqlar yaxın durmur. Necə yaxın durmur? Onlara su qaynadıram. Heç ağıllarına gəlmir. Onların vətənlərinin suyu ilə xlorludur. Onlar gözlərini açıb xlorlu görüblər. Dişim şişib danışa bilmirəm. Amma mən fərqini hiss eləyirəm ki, bu su daha dadlıdır.
Ona görə bunlar da buradadır. Onları içməyimi gözləyir. Bunları da çıxardım çəmbərdən, soyusun. Yenə standart karamelli, şokoladlı, şokolad soslu, qozlu tortdur. Biskvitində kakaolu istəmişdilər. İnci məktəbdə yazıb ki, mama mərci pişir. Dünənki qabları axşamın qablarını hələ yerləşdirməmişəm. Səhərinkini yerləşdirmişəm, hətta axşamki qalıbdır. Start dişim ağrıyır deyə gecə necə yatmışam. Bir də onu gördüm ki, uşaqlar gəliblər ki, yatırıq biz. Tez yatmışam da, belə deyim. Qalxıb yatmışam təzdən. Ona görə qablar zad qalıbdır. Pasyolkaya gedəsiydim şəkil çıxartdırmaq üçün. Onu da İnciyə atdım ki, çıxartdır. Buraları biraz sildim, təmizlədim. Gördüyünüz kimi o biskviti, indi bilmirəm bundan sonra mı, yəqin ki bundan sonra qoyarım. Biskvit pişirdim. 7 yumurtanın biskvitini, kakaolu. İnciyə bu da mərci qoymuşam. Suyun içərisinə güdüm. Yenə də suyun içərisinə qoydum ki, biraz da suyun içərisində nişastasını buraxsın. Yəqin ki bunda da nişasta olur da şey kimi. Adı nədir onun? Düyü kimi. Onu qoydum suyun içərisinə. Gətirim İnciyə yemək hazır. İnciyə deyəndə ümumi yemək hazırlayayım. İnansız qızlar, bizdə maşallah olsun toyda bolluq oldu. Və mama aş da qoydu. Lülə kebab, tikə kebab, qiril qoydu. Sonra suxoy toyuqlar var idi, soyuq qızardılmış. Daha doğrusu pörtlənmiş toyuqlar. Ondan da qoydu. 2 cür salat qoymuşdu. Həm staliçini, həm toyuq salatı. Sonra başqa nə vardı? Yarpaq dolması. Gələndən hərəsini bir dəfə isitmişəm. Qoymuşam, qalanlarını qoymuşam buzluğa. Toy günündən bəri yeyirlər deyə ücə istəmir, bezibdir. Belədir da. Yaxşı yeməkdən də bezilir, pis yeməkdən də bezilir. İndi oradan yazıb ki, mama mənə bəs mərci pişir. Yoldaşım da dedi ki, elə səhər getməmişdən ki, istəyirsən makaron pişir, kartof pişir, yəni əti tamam kəs. Çünki neçə gündür ət yeyirlər deyə yaxın durmurlar, ətə istəmirlər. Təsəvvürünüzə gətirin, lülə kebablar ortada qalıb, uşaqlar yaxın durmur. İnsan oğlu belədir də, bir yerdən sonra azırıq. Bunlar səhərinkilərdir. Gətirim bir dənə soğan doğrayım, kartof doğrayım, mərcini hazırlayım. Saat hələ 10'dur. Baxın görüm soyuducuda kök varsa kök rəndəliyim. Yeməyi hazırlayım. Axır vaxtlar nəyə alışmışam bunu alandan. Qazın üzərini bundan silim. İnansız elə bir baxıram ki, görüm, elə bir izzat da qoymur yəni. Axır vaxtlar əlim heç asfaltla ilə silməyə getmir, elə bununla təmizləyirəm. Buranı da, oranı da. Bu Slipinin başqa variantlarıdır da, başqa firmaların çıxartdığı təmizləyici nəmsalfetlər. İçərisində də sirkə var. Orada yazılmışdı o. Oradasa yazılmışdı. Sirkə, soda, karbonat var içərisində. Qoxusu da belə qəşəng təmizlik hissi verir. Neçə vaxtda bununla təmizləyirəm, təmizləmişəm, bu da burada qalıbdır. Bir dənə qaşıqlar silim qoyum. Çünki qaşıqların üzərinə sonradan, daha doğrusu biskvit hazırladım deyə bunları sonradan işlətdim. Qaşıqlar da su eləyibdi. Keçək günlük rutinimizə. İnşallah toy videoları hoşunuza gəlmiş olar. Çalışdım. Biraz da belə açıq formada paylaşım. Çox elə örtüb gizləmədim hər kəsi. Sadəcə bir dənə kölgə kimi qoydum videonun üzərinə. İnşallah bəyənərək izləmiş olarsınız onda. Mən bu videoyu çəkirəm. Hələ siz o toy vlogunu sabah izləyəcəksiniz. Bugün izləməyibsiz. Hələ ki onu yükləyib qoymuşam. Saatını
ayarlamışam. İnşallah sabah saat 6'da yayınlanacaq. Şöyle işlərə davam. Diş həkimine de yazdım. Antibiyotik dedi 5 gün. Səhər axşam yox, gündə 2 dəfə yeməkdən sonra. Bir də ki fluconazol dedi, yoxsa nə dedi? Axırda onlardan iç dedi. Bir dənə də ondan iç intihası. Mən onu içə bilmirəm. Onlara qarşı allergiyam var. Fluconazol seriyasıdır. Sonra Biseptoldu. Nə bilim belə bu ikisini də görmüşəm. Bunları içəndə həmişə dodaqlarımın kənarı, əllərimin arası çox dəhşətli dərəcədə qaşınırdı. Az qalırdım belə dartım qaşıyım, cırım. Elə pis allergiya verirdi mənə. Bədənim onları götürmür. Mikserdə burada saxlamışam ki, krem zadı çalasıyam. Gözləyirəm biskvit soysun. Soyandan sonra tortu yığım. Mərcimiz hazırdır. Bir dənə üzərinin nanəsi qalıbdı. Sözlər yadımdan çıxır. Mənim qızım xoşlayır. Belə biraz sulu olsun. Bilirsiniz də mərci qaldıqca sulanır. Qalandan sonra da yemir. Həm də ki içində belə kartoflar zat diri olanda xoşlayır. Ona görə belə indira salmıram. Bir də həmişə deyirdi ki, mama, Gülnar daha yaxşı pişirir mərcini. Kənddəki mərci daha dadlı olur. Anamın mərcisi daha dadlıdır. Ümumiyyətlə mənim qızım mənim mamamın yeməklərini mənim yeməklərimdən çox istəyir. Yəni ancaq ağzını açır ki, anamın yeməkləri, anam bunu belə pişirirdi. Anam daha dadlı pişirir. Ana deyirlər mənim mamama. Mənə mama deyirlər, ona ana deyirlər. Bəs anamın yeməkləri, sonra fikirləşdim ki, ay Allah, orada mən də mərci pişirmişəm də. Eyni şeyi orada pişirmişəm, orada yeyiblər. Niyə xoşlayır? Məndə xoşlamır. Sonra ağlıma gəldi ki, bəs Gülünün mədəsində problem var. Necə problem var? Allergiyası var. Duz istiyor, daha doğrusu istiyotlu olanda, acı olanda, biberli olanda buna qaşınma verir deyə, allergiya verir, qızarır bədəni deyə o içərisinə istiyot qatmır. İçərisinə istiyot qatmadım. Kartoflar zat da belə onun kimi xırda-xırda doğradım, pişirdim. Deyir ki, hə, bu qəşəng dadıyıb. Deməli, söhbət burada istiyotdan gedirmiş. Birazca tomat attım içərisinə, qaşığın ucunda Gülü də tomat atır. Bir də ki, sarı kökünü çox elədim. Belə qəşəng bir rəngi çıxdı. Odu budu sevərək yeyir mərcini. Bir dənə qatılaşmasın. Qatılaşandan sonra deyir ki, yox, qatıdır, belə xoşlamıram. Qızlar, baxıram ki, videom 20 dəqiqəni keçdi, yaman uzun oldu. Hələ ki, biskvitlər soymayıb, onları yığmamışam. İstəyirəm bu videonu burada bağlayayım. İnşallah gələn videoda o tortu yığacam, sizə də göstərəcəm. Hələlik bugünlük məndən bu qədər olsun. Bəyəndinizsə videonu bəyənməyi unutmayın. Abunə olmadan izləyən xanımlar. Siz də abunə olsanız sevinərəm. Baxıram, yeni izləyicilərim gəlib, yeni bacılarım gəlib. Buradan da sizin hamınızı öpürəm. Abunə olmayanlar da abunə olsa sevinərəm mənə dəstək üçün. Hələlik sağ olun, sağlıqla qalın. Allah'a əmanət olun.